Gelin birbaşa məsələyə keçək. TikTokda uğurlu brendləri digərlərindən ayıran o kiçik, amma həll edici andan danışaq. Söhbət sizin bütün strategiyanızın taleyini həll edən o ilk 3 saniyədən gedir. Bilirəm, bir brend olaraq keyfiyyətli kontentə nə qədər vaxt və enerji sərf edirsiniz. Amma bütün bu əziyyətinizə baxmayaraq insanlar sadəcə barmaqlarını sürüşdürüb keçirsə, deməli problem elə başlanğıcıdadır. Cəmi 3 saniyə. Bax, sizin videonuzun bütün gələcəyini müəyyən etmək üçün sahib olduğunuz vaxt budur. Yaxşı, gəlin görək bu 3 saniyəni necə brendiniz üçün qızıl bir fürsətə çevirə bilərik. Əksəriyyət düşünür ki, bu ilk saniyələr sırf izləyicilər üçündür. Amma əslində, sizin qarşınızdakı ilk və ən vacib auditoriya TikTok alqoritminin özüdür. Baxın, bu prosesə TikTok, SEO kimi yanaşın. Necə ki, Google üçün saytınızı optimallaşdırırsınız, burada da videonuzu alqoritm üçün anlaşılan edirsiniz. Yəni, siz alqoritmə pıçıldayırsınız ki, mənim videom məhz bu insanlar üçündür. Və alqoritmlə danışmağın qaydası əslində çox sadədir. Həm açar sözü səsləndirin, həm də eyni sözü ekranda mətnlə göstərin. Ən əsası isə bunu ildırım sürətlə ilk bir neçə saniyədə edin. Unutmayın, bu sadəcə bir mətin deyil. Ekranın mərkəzinə yerləşdirilmiş, böyük, aydın oxunan bir mətin, alqoritmə göndərdiyiniz çox güclü bir siqnaldır. Sanki deyirsiniz ki, bu videonun əsas mövzusu məhz budur. Yaxşı, alqoritmin dilini tapdıq, indi isə əsl sınaq başlayır. Ekranın o biri tərəfindəki insan. Məqsədimiz onun o sürüşdürməyə alışmış baş parmağını dayandırmaqdır. Bu rəqəmlər əslində adamı dəhşətə gətirir. Düşünün, hər 10 nəfərdən 7-si videonuza baxıb-baxmayacağına göz qırpımında qərar verir. Səhv etmək üçün heç bir şansınız yoxdur. İnsanlar TikTok lentinə adətən beyinlərini söndürüb vərəqləyirlər. Sizin işiniz o beyni yenidən işə salmaqdır. Onlara gözlənilməz bir hərəkət, səs və ya kadrla kiçik bir şok yaşatmalısınız ki, o monoton axın pozulsun. Baxın, heç də mürəkkəb bir şeydən danışmırıq. Jump cut kimi, yəni kadrlar arası ani keçidlər kimi çox sadə bir texnika belə diqqəti 26% artıra bilir. Bu, izləyicinin beynini oyaq saxlayır. Amma texnika hər şey deyil. İnsanları həqiqətən saxlamaq üçün onların ya ürəyinə, ya da beyninə toxunmalısınız. Onları güldürün, onlarla göz təması qurun, ya da onlarda güclü bir maraq hissi oyadın. Məsələn, belə bir cümlə işlətmək izləyicinin beynində dərhal bir sual yaradır. Görəsən mən nəyi səhv bilirəm? Və bu sualın cavabını tapmaq üçün sona qədər videoya baxmağa məcbur olurlar. Və budur, bütün parçalar birləşir. TikTokda əsl uğurun sirri bu iki dünyanı, maşın və insan dünyasını eyni strategiya ilə, eyni anda fəth etməkdir. Əgər ilk 3 saniyədə uduzsanız, alqoritm videonuzun üzərinə maraqsızdır damğasını vurur və onu rəqəmsal məzarlığa göndərir. Bu qədər sadə. Sizin bütün əziyyətiniz bir anda heç olur. Təkrar izlənməni artırmağın isə bir usta üsulu var, dövrə strategiyası. Bu, izləyicini sanki hipnoz edib videonuzu təkrar izlətmək kimidir. Və bilin ki, alqoritm buna sadəcə bayılır. Beləliklə hər şeyi toparlayaq. Hər videonu paylaşmazdan əvvəl özünüzə bu 4 sualı verin. Bu sizin qızıl qaydanız TikTokdakı yol xəritəniz olmalıdır. Yadda saxlayın, bu sadəcə bir neçə yaradıcı seçim deyil. Bu, sizin bütün TikTok strategiyanızın təməl daşıdır. Bəs sizin brendinizin ilk 3 saniyəsi bu təməli möhkəm qoymağa hazırdırmı?